Salam, qardaşım, necəsən? Nə var, nə? Sağ ol əziz qardaşım, sən necəsən? Sağ ol. Bu evin təqdimatını edə bilərsən. Əlbəttə ki, yenə həmişəki kimi gözəl və möhtəşəm evlər harda? Yalnız bizim kanalda. Yenə vurğulayıram. Bəzilər kimi biz birlikdə ev çəkəndə belə möhtəşəm evlər çəkirik. Sizi bugün salamlayırıq. Abşeron rayon Masazır qəsəbəsində. Mərkəzi xəstəxananın arxası. Ən hündür ərazi, ən ideal yer. Möhtəşəm gözəlliyə malik olan belə bir evdir. 3 sotun içində yerləşir. 6 otaqlı evimiz. Qardaşım, buyur təqdimat elə bu evimizə. Fasadını görsə də bir bax, görsün də fasadını. Fasadına baxsan ideal bir vəziyyətdir. Çox idealdır da ya. Ələm bir evlər yox. Həqiqətən möhtəşəmdir. Evimiz özdə qismən əşyalı satılır ha. Bəli, evimiz qismən əşyalı satılır. Paket kupçadır. İpotekaya da yararlıdır. Evimiz ikinci ev kimi istifadə olunur, hörmətli kanal izləyicilərimiz. Real arzular sözsüz ki, endirim olunacaq. İrələn dəqiqələrdə evimizin qiymətində mən sizi tanış edəcəm. Bax, belə bir gözəllikdədir. 3 sot torpaq sahəsində, hündür yerdədir. Bura söhbətgahıdır. Sizə söz manqalini, bisetka yarada bilərsiniz. Morkası, kanası xəttinə kimi, elektrik xəttinə kimi çəkilib hazır vəziyyətdə hörmətli kanal izləyicilərimiz. İndi isə daxil oluq evimizin içinə. Xatırladım ki, evimizin bütün kommunikasiya xətləri var. Qaz, su, işıq, mərkəzi konsistem lamsı tam qaydasındadır. Və sol tərəfdən padvanla girişi var. Evin arxasına keçmək olur. Bax, burada qazon da əkilib. Dekorativ ağaclar və meyvə ağaclarına kimi var. Hörmətli kanal izləyicilərimiz. Buradan evin arxasına keçmək olur. Mərtəbə arası manat betonla təsis olunub. Yaxınlığında bütün evlər demək olar ki, hamısı villalardır. Bax, buradan da görə bilərsiniz. Hamısı villalardır. Perspektivi olan bir yerdə hörmətli kanal izləyicilərimiz. Koridor hissəsi gördüyünüz yetərincə genişdir. Metr yandan enlidir koridor hissəsi. Solda evimizin mətbəxi, yataq otağı, qonaq otağımız və burada sağ tərəfdə evimizin sanitar qovşağıdır və ikinci mərtəbəmizə qalxan pilləkəndə hörmətli kanal izləyicilərimiz. Mətbəx də yetərincə genişdir, görə bilərsiniz hörmətli kanal izləyicilərimiz. Burada mətbəx növbiyyosu yığılıb. Burada stol-stol rahasında qoyub nahar edə bilərsiniz. Sonun üstünə pul da qoyublar. Mətbəx mövbü baha bax materialdan yığılır, membrandan yığılır hörmətli kanal izləyicilərimiz. Maşın pratikası təsis olmuş mətbəx mövbülidir. Burada sol tərəfdə isə evimizin yataq otağıdır. Evimiz həm əşyalı, həm də əşyalı satılır. Qismən əşyalı 168 min manat hörmətli kanal izləyicilərimiz. Tam əşyalı isə istərsəniz qiymətində fərqlənmə olur. Ev olmayan insanlar Allah Teala belə gözəl və qismət etsin. Birinci mərtəbədə qonaq otağı və burada